Hörmətli tamaşaçılar, Qərbi Azərbaycana doğru verilişinin növbəti efir saatında sizləri xoş gördük. Biz Qərbi Azərbaycana qayıdışdan danışırıq, qayıdış konsepsiyasından danışırıq, konsepsiyanın beynəlxalq hüquqa söykəndiyindən danışırıq və bu zaman beynəlxalq hüquqda əksini tapan ayrı-ayrı maddələri, müddəaları ardıcılıqla sıralayırıq ki, məsələn, insanın doğulduğu yerdə yaşamaq hüququ var, BMT nizamnaməsində. Ondan sonra təhsil almaq hüququ var, yaşamaq hüququ var, deportasiya edilmiş şəxslərin geri qayıtmaq hüququ var. Hətta 2-ci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq hüquqda qaçqın termini var, qaçqınların qayıdış hüququ da tanınır onlara və s. və s. və s. İndi əlbəttə ki, əgər ictimai kontekstdə ya da imzalanan sülh müqaviləsində qayıdış məsələsi öz əksini tapmasa, Qərbi Azərbaycanlıların qayıdışının digər hansı yolları var və bunun üçün hansı beynəlxalq hüquqi mexanizmlər var? Bu barədə danışacağıq. Qonağımız Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvanə xanım Vəliyevadır. Pərvanə xanım, əslində mən sualı bir növ səsləndirmiş oldum. Siz beynəlxalq hüququ yaxşı bilirsiniz, xüsusən bu qaçqın və məcburi köçkünlərlə bağlı. Nə deyir beynəlxalq hüquq? Tutaq ki, məsələn, bir pis ehtimalı gözümüzün qabağına gətirək. Sülh müqaviləsi artıq paraflanıbdır. Sülh müqaviləsi imzalandı, amma bu ümumi bir çərçivə sənədidir da. Bütün hallarda belədir. Sizcə bu sülh müqaviləsinin biz harasında bu qayıdış məsələsini görmüş ola bilərik və yaxud bu mümkündürmü? Belə olmasa, beynəlxalq hüquq məsələni necə həll edir? Bizim statusumuzda olan şəxslərin. Bugün biz qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, bu iki ölkənin rəsmi nümayəndələrinin bir-biri ilə dialoqunu görürük. Əslində, dialoq çox vacibdir. Qərbi Azərbaycan icması özü də bir qeyri-hökumət təşkilatıdır. O baxımdan da biz davamlı olaraq icma özü müraciət edib Ermənistan rəhbərliyinə və öz arzularını, istəklərini bildirib. Yəni, bu bir cəmiyyətdir və cəmiyyətin arzu istəklərinə də qulaq asmaq lazımdır əslində. Yəni, dialoqun açılması, dialoqun olması icma ilə Ermənistan rəhbərliyi arasında çox vacib ola bilərdi. Sülhün tərkib hissəsində dediniz ki, olmasa belə bu etimad quruculuğu tədbirlərinin bir hissəsi kimi reallaşa bilər, həyata keçirilə bilər. Yəni, ən az bir dialoq olması vacibdir deyə düşünürəm. Beynəlxalq hüquqa gəldikdə isə BMT-nin bir çox sənədlərində qaçqınların qayıdış hüququ yer alıb, o cümlədən BMT-nin insan hüquqları ilə bağlı bəyannaməsində qeyd olunur. 66-cı il mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktda qeyd olunur ki, öz ölkəsinə geri qayıtmaq hüququ var hər bir insanın. Yəni, burada öz ölkəsi ifadəsi təkcə vətəndaşlıqdan söhbət getmir. Onun bir bağları olmalıdır o ölkə ilə. Burada yaşaması, qohumlarının, bir ailə bağlarının olmasında vacibliyi burada vurğulanır. Həmçinin 49-cu il, 1949-cu il Cenevra konvensiyasının da 49-cu maddəsində yer alıb ki, fərdi və yaxud kütləvi deportasiyalar, etnik təmizləmələr qadağandır. Yəni, bu da bir hüququn, beynəlxalq hüququn əslində Azərbaycanlıların oradan deportasiya olması, beynəlxalq hüququn pozulması deməkdir. Və o cümlədən BMT-nin qaçqınlarla bağlı konvensiyası da var, qaçqınların hüquqlarına bağlı. Burada birbaşa olaraq qaçqınların qayıdış hüququ yer almasa belə, onlara bir çox hüquqlar verilir, o cümlədən öz ölkəsində, öz ərazisində, vətəndaş olduğu bəli ərazidə yaşamaq hüququ verilir və Qərbi Azərbaycanlılar da bu ərazidə yaşayıblar və vətəndaşlıqları olub. Düşünürəm ki, onlara bu hüquqlar gec-tez tanınmalıdır. Gec-tez tanınmalıdır. Pərvanə xanım, siz həm də parlamentarisiniz, yəni Azərbaycan Respublikası Milli Məclisinin deputatısınız. Bu prosesdə parlamentin rolunu harada görürsünüz? Parlamentlər arası dialoqun rolunu harada görürsünüz? Və biz bilirik ki, artıq belə təmaslar ümumi formatda olubdur. Yəni, ortaq iştirakçılıqla demək, təşkil olunmuş beynəlxalq tədbirlərdə görüşlər olub. Sırf parlament diplomatiyası üçün iki tərəfli görüşlərin keçirilməsi mümkündürmü? Bu
bu yaxınlarda Ermənistan parlamentinin sədri Alin Simonyanın da belə bir fikri vardı. Bəli, əslində sədrlərin görüşü oktyabr ayında xanım sədrin İsveçrəyə səfəri zamanı o erməni həmkarı ilə görüşüb, belə təmaslar baş tutub. Daha sonrasında ATƏT çərçivəsində bizim deputatlarımızın öz erməni həmkarları ilə bir dərmin məsələ ətrafında müzakirəsi baş tutub, görüşü baş tutub. Sözsüz ki, bunlar hər biri etimad quruculuq tədbirlərinə bir töhfədir və düşünürəm ki, bu töhfələr, bu cür addımlar davam edəcək. Azərbaycan parlamentinin, bizim parlamentari kimi rolumuz ondan ibarət ola bilər ki, biz beynəlxalq ictimaiyyəti sülhü dəstəkləməyə sövq edə bilərik. Bu gün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı həm burada bir qızışdırıcı faktor rolunu oynayır və keçmiş narrativlərə qaytarmağa çalışırlar regionumuzu. Ona görə də Avropa İttifaqına üzv olan ölkələrin parlamentariləri ilə birbaşa olaraq görüşlər keçirilməlidir. Onları anlatmaq lazımdır ki, biz sülhdə hansı yerdəyik. Çünki siz də bayaq qeyd etdiniz ki, Avropa İttifaqı ilə Ermənistan arasında bir strateji gündəm adlı sənəd imzalanıb və burada bir tərəfli qaydada heç bir bərabər hüquq olmadan Qarabağ ermənilərinin qaçqınlıq vəziyyəti ilə bağlı bir təhrif edilmiş ifadələr işlədilir. O zaman Qərbi Azərbaycanlı qaçqınların da məsələsi burada öz əksini tapmalıdır, elə deyilmi? Yəni bu cür qurumlar ikili standartlardan, bərabər hüquqa əsaslanmayan bir diskriminativ yanaşma sərgiləyirlər. Ona görə də bizim parlamentarilər bu istiqamətdə aktiv olmalıdırlar ki, Avropa İttifaqına, İttifaqının parlamentində, o cümlədən ora bu üzv olan ölkələrin parlamentləri ilə bu sahədə parlament diplomatiyası aparmaq lazımdır ki, tarixi gerçəklikləri və bizim sülhdə harda olmağımızı, sülhə gətirən addımlar, Vaşinqton razılaşmaları barədə davamlı olaraq təbliğat aparmalıyıq ki, görürük ki, bu strateji sənəddə nə Vaşinqton razılaşmalarından, nə trip yolundan ümumiyyətlə bir kəlmə belə edilmir. Bu deməkdir ki, yəni Ermənistan, o cümlədən Avropa İttifaqı bunu dayanıqlı bir sənəd kimi, yəni sambalı bir sənəd kimi görmür. Belə nəticəyə gəlirik. Maraqlı məsələlərə toxundunuz. Mən istəyirəm növbəti verilişlərimizin birində Pərvanə xanım bunu üzərində ayrıca fokuslanaq, o mətni tam təhlil edək və çıxış yolları axtaraq. Çünki eyniləşdirmə məncə aparmaq olmaz. Siz qeyd elədiniz ki, əgər elə bir sənəd varsa, Azərbaycanlıların qayıdış hüququ doğru düz əksini tapmalıdır. Məsələ bir qədər fərqlidir, amma əlbəttə ki, Qərbi Azərbaycanlılar da öz torpaqlarına qayıtmalıdır. Gəldiyiniz üçün sizə təşəkkür edirəm Pərvanə xanım. Mən təşəkkür edirəm. Sağ olun. Əziz tamaşaçılar, növbəti efir saatımız başa çatdı. Sağ olun. Gəlin görüşlərə dək.